Bismillahirrahmanirrahim. Salam aleyküm əziz müsəlmanlar. Deməli, keçən dərsimizdə bu şəkilləri gördüyünüz kimi çalışmanı yerinə yetirdik. 36-cı səhifə, indi isə 37-ci səhifədə çalışma üçü həll eləməyə çalışacaq. Demək, İqra il-misələ və kəvvin cümələn alə qirarihi. Deyir ki, misalı oxu və misala uyğun və yaxud da ki, nümunəyə uyğun, qaydaya uyğun cümlələr qur. İlk nümunəmizə baxaq. Muhammedun talibun. Muhammed tələbədir. Əminətu talibətun. Əminə tələbədir. Burada bizdən istənilən şey, deməli, söz qadın cinsində verilib, ona uyğun, deməli, talibunu talibətun. Yalnız sonuna təmərrüt artıracaq. Bu qədər bəsit, asan bir çalışmadır. Demək, ikinci misalımızı oxuyaq. Həmidun tabibun. Həmid həkimdir. Fatimətu tabibətun. Fatimə həkimdir. Huwa muslimun. O müsəlmandır. Hiyə muslimətun. O müsəlmandır. Əl-bəbu muğlaqun. Qapı bağlıdır. Ən-nafizətu muğlaqatun. Pəncərə bağlıdır. Əl-mindilu vasixun. Deməli, yaylıq çirklidir. Əl-yədu vasixatun. Əl çirklidir. Bildiyimizə görə bədən cüt üzvləri qadın cinsində sayılır. Ona görə vasixatun kimi burada qeyd edirik. Növbəti misalımız. Əşşəyu ərrun. Çay istidir. Əl-qahvatu hərratun. Qəhvə istidir. Əl-məscidu bəidun. Məscid uzaqdır. Əl-mədrasatu bəidətun. Məktəb uzaqdır. Ət-talibu məridun. Tələbə xəstədir. Ət-talibətu məridatun. Tələbə qız xəstədir. Əl-hisanu səri'un. At sürətlidir. Əs-səyyaratu səri'atun. Maşın sürətlidir. Əl-qaməru cəmilun. Ay gözəldir. Əş-şəmsu cəmilətun. Günəş gözəldir. Bildiyimizə görə günəş sözü qadın cinsindədir. Ona görə də cəmilətun kimi qeyd edirik. Növbəti sonuncu misalımız. Əl-əbu cəlisun. Ata oturubdur. Əl-ummu cəlisətun. Ana oturubdur. Növbəti çalışmamız 4-cü çalışmadır. Sahih əl-cüməl ətiyyətə. Gələn cümlələri düzəlt. Burada xətalar var. Mövzumuz kişi-qadın cinsinə aid olduğuna görə məhz buna aiddir. Əvvəlcə birinci misalı oxuyaq. Haqibətu mən həzə. Demək, tərcüməsi kimin çantasıdır bu? Bu kimin çantasıdır? Burada işarə vəzliyi həzə yazıbdır. Çünki işarə olunan söz haqibə, çantadır. Çanta da qadın cinsindədir. Lakin həzə demək olmaz. Deməli, həzihi. Haqibətu mən həzihi. Bu kimin çantasıdır? Növbəti misalımız. Əl-ğurfətu məftuhun. Demək, otaq açıqdır. Burada ğurfə sözü qadın cinsindədir. Ona görə məftuhun olmaz. Biz burada məftuhətun qoymalıyıq. Məftuhətun. Otaq açıqdır. Həzə səyyaratu tabibi. Bu həkimin maşınıdır. Burada işarə olunan söz, bəzən tələbələr qarışdırırlar. İşarə olunan söz həkim deyil. İşarə olunan söz maşındır. Bu həkimin maşınıdır. Söhbət maşından gedir, həkimdən deyil. Maşın qadın cinsində olduğuna görə burada deməliyik, həzihi, həzə yox. Həzihi səyyaratu tabibi. Bu həkimin maşınıdır. Növbəti misal. Həzihi miftahus səyyarati. Bu maşının açarıdır. Söhbət yenə də burada açardan gedir. İşarə olunan söz açardır. Açar da dediyimiz kimi
kişi cinsindədir. Ona görə hədihi yaranmır. Olmalıdır. Hədə miftahus səyyarəti. Bu maşının açarıdır. Bəli, 37-ci səhifəni də bitirdik. Keçirik növbəti səhifəmizə, 38-ci səhifəyə. 5-ci sonuncu bəndimiz qalıb. Eynəl bəqaratu. Demək, inək haradadır? Huva fişşəri'i. O, küçədədir. Burada bəqara sözü qadın cinsindədir. Çünki sonunda təmərrübdə var. Ona görə huva yox, iyə yazılmalı idi. İyə fişşəri'i. O, küçədədir. Və burada da 5-ci sonuncu çalışmamız qalıb. Onu da sürətli şəkildə həll edək və dərsimizi tamamlayaq. İqra vaxtub, mə'tab təvaxirli keliməti. Kəlimələrin sonlarına hərəkəsini qoymaqla oxu və yaz. Hədə li Muhammedin. Bu Muhammedindir. Və zəlikə li Hamidin. Və o isə Hamidindir. Limən hədihi. Limən dediyimiz ki, kimin deməkdir? Li, üstəyənsi mən, kim, kimin. Bu kimindir? Hədihi li Yasirin. Bu Yasirindir. Elhamdu lillahi. Bəzilər bunu Allah kimi oxuyur. Allah sözü belə yazılır. Əlif olur onun qarşısında. Burada isə yoxdur. Ona görə bu lillahi yazılır. Elhamdu lillahi. Həmd Allaha məxsusdur. Allahındır. Allahadır demək olar. Allaha məxsusdur. Lillahi əl-məşriqu vəl-məğribu. Allahındır və yaxud Allaha məxsusdur. Məşriq də, məğrib də Allahındır, Allaha məxsusdur. Bəli, sonda yeni sözlər var. Onları da sürətli şəkildə oxuyaq. Əl-kəlimət ul-cədidə yeni sözlər. Əl-mikvatu, ütü, əd-dərracətu. Demək, velosiped. Əl-mil'aqatu, qaşıq. Əl-qidru, qazan. Əl-bəqaratu, inək. Əl-fəlləxu, fermer. Əl-ənfu, burun. Əl-fəmu, ağız. Əl-uzunu, qulaq. Əl-yedu, əl. Əl-riclu, ayaq. Əş-şəyu, çay. Əl-ummu, ana. Əl-thəlləcətu, soyuducu. Əl-qahvatu, qəhvə, kofi. Səri'un, sürətli. Ən-nəfidətu, pəncərə. Ciddən, olduqca, çox kimi tərcümə olunur. Bununla da demək 6-cı dərsimizi tamamladıq. Gələn dərsi inşallah 7-ci dərsdən başlayarıq. Allah asanlaşdırsın. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.